İcazə olar. Gəl görün. Salam aleyküm. Nə də bu? Sizə çatacaq. Neymiş? Buyurun. Bağışlayın. Biraz ləngitdim. Üzr istəyirəm. Sağlığına işlədim. Sağ olun. Ən yadda qalan mozalanlardan biri idi. Hələ Sovet vaxtı rüşvətə qarşı mübarizənin önündə gedirdi Akif müəllim. Onun yəni yazıları indi söhbət əsasında bəzilərinə indi biz çox sağ olun Mübariz müəllim. Bu diqqətə görə əlbəttə təşəkkür edirəm sizə. Həqiqətən də bu rüşvətə qarşı, ümumiyyətlə əyri əməllərə qarşı mübarizə həmişə uzun dövrlər olubdur və mən bu gəncliyim vaxtı, yəni yaradıcılığımın ilk illərində o vaxtlar yazmışam bu süjeti və kino rejissor Vaqif Mustafayev çəkibdi, çox yaxşı da çəkibdi. Müəllimlə sizin duetiniz çox yaxşı uğurlu alınırdı. Yaradıcılıq tandemimizdə bir neçə belə əsərlər var. Yəni aktyorlar da yaxşı həm seçilib, yaxşı da oynayırlar. Məsələn, onlar ki, indi mənim yadıma salırsınız. Məsələn, o dövrdə də var idi axı, bax, belə rüşvətə qarşı və yaxud əyri əməllərə qarşı mübarizə. Ümumilli lider Heydər Əliyevin bir frazasını bu saat hamı əzbər bilir. Qoy ədalət zəfər çalsın. 1979 Literaturna qəzetə. Ay, sağ ol. Təşəkkür edirəm. Heydər Əliyev hələ o vaxtı korrupsiya, rüşvət, o vaxt deyirlər antipodlara qarşı mübarizə, çox kəskin mübarizə aparırdı. Yəni elə deyil ki, bu günləri bəzən görsən mətbuatda yazırlar ki, məsələn, bu kampaniya xarakteri daşıyır, bu günləri bu başlayıb, sabah sönəcək. Axı, burada Azərbaycanda həmişə bu barədə həm söhbət gedib, həm mübarizə gedibdir, həm də buna qarşı, yəni ki, adamlar olub ki, çıxıblar. İstər siyasi səviyyədə, dövlət səviyyəsində, istər də yaradıcılıq baxımından, yəni. Bugün də həmən o mübarizənin elə bil ki, bir davamı kimi yenə də Azərbaycanda çox kəskin mübarizə gedir ki, belə əyri işlərə qarşı, sapıntılara qarşı, qeyri-qanuni hərəkətlərə qarşı. Yəni, bu heç də deyildiyi kimi kampaniya xarakterli bir şey deyil. Bu həqiqətən də iqtidarın özünün iradəsindən həyata keçirilən bir... Kökünü kəsmək ümumiyyətlə mümkündürmü və yaxud da effektli mübarizə aparmaq üçün nə lazımdır? İnsanlar dəyişməlidir. Bir insan həkim, bir müəllim əgər ehtiyacını qarşılamaq üçün ailəsini, özünün maddi, mənəvi təminatını qarşılamaq üçün sıxıntılar yaşayacaqsa, təbii ki, ondan nəsə təmiz hakiməm gözləmək mümkün deyil. Yəni, bu adamı imtihana çəkmək olmaz. Bu, elmi cəhətdən əsaslandırılmalıdır ki, insan nə qədər maaşla təmin olunmalıdır ki, bütün bu ehtiyaclarını, məişət problemlərini düşünməsin. Uzaq ki, kiməsə maaş 3000 manat versəniz, bir də görsən o yenə rüşvət alacaq. Məsələn, Avropada, elə götürək Türkiyədə, yolsuzluqda, korrupsiyada suçlanmış insan bütün karyerası qapanır. Yəni, o adam karyerasını düşünür, Akif müəllim. O bilir ki, Genelqurmay Başkanı olmaq üçün, Türkiyədə Genelqurmay Başkanı, mütləq o əskərlikdən həddə qədər həmişə təmiz olmalıdır. Məsələn, adam boyuna uyğun maşın sürmür, iri tutumlu tələbə maşın sürür, qarşı tərəf onu bir şey kimi qəbul edir, bilirsiniz, qəhrəman kimi. Halbuki ona ictimai qınaq baxaraq ki, bu adam özünə hörmət etsə, bu çərçivədə maşını sürməsi ictimaiyyətə qarşı hörmətsizlikdir. Sən bunu qazanmadan istehlak edə bilməzsən. Bax, bu düşüncə. Sovet vaxtı insan, Akif müəllim, qazanmadan, istehsal etmədən bu kimi şeyləri ortaya çıxarıb göstərməzdi, utanardı. İndi bazar iqtisadiyyatı... Yox, bazar iqtisadiyyatı olsa da ictimai qınaq var idi. Bazar iqtisadiyyatının da eybəcər cəhəti budur ki, ictimai qınaq biraz nəsə zəifləyib. Əsas məsələ qazanmaqdır, əsas məsələ gündəmdə olmaq. Hansı yolla olur olsun? Yox, bir var bazar iqtisadiyyatı, var bir kolxoz iqtisadiyyatı. Əsas odur ki, bazar iqtisadiyyatında yaşasaq da gərək bazar əxlaqında yaşamayaq. Bəli. Biz korrupsiya yox deməsək, bir millət kimi özümüz yox ola bilərik. Bugün mən bir neçə nəfəri işdən qovacam. Babayev, Təhməzova,
Fətiş kişini tez tapın, gətirin bura. Təşkilatın həyətində dayanan maşınların şüşələrini silirsən, təkərlərini qaraldırsan. Buna görə sən maşın sahiblərindən pul da alırsan. O rüşvətdir Fətiş kişi. Bilmirsən ki, bu əməlinlə ölkəmizin inkişafına əngəl törədirsən. Əli rüşvətə, korrupsiyaya bulaşmış Fətiş kişini işdən azad edirəm. Qoy bu hamınıza görk olsun.